Ötən gün Nərimanov rayonu Faiq Yusifov küçəsi 40 ünvanında piyada səksində vətəndaşların hərəkəti üçün təhlükə yaradan quru ağacların götürülməsi ilə bağlı xəbər vermişdik. Bugün isə sözgedən ünvanda götürülən ağacların yerinə yeni ağacların əkilməsi həyata keçirilib. Xatırladaq ki, Faiq Yusifov küçəsi 40 ünvanında 12 qurumuş ağacın götürülməsi ilə bağlı Nərimanov rayon bələdiyyəsi tərəfindən Dövlət Ekoloji Ekspertiz Agentliyinə müraciət daxil olub. Agentliyin mütəxəssisləri tərəfindən sözgedən yaşıllıqlara baxış keçirilib və 12 göyrüş ağacının kök üstə quru vəziyyətdə olduğu müəyyən olunub. Ağaclar xüsusi identifikasiya etiketi ilə qeydiyyat alınaraq inventarlaşdırılıb. Daha sonra ağacların götürülərək əvəzinə ərazidə yeni tingələrin əkilməsi şərti ilə rəy verilib. Ağaclar götürülmüşdü. Təbii ki, götürülən kimi yerinə əkilməsi mümkün deyil. Bu gün müşahidə edirsiniz, onların kötükləri çıxarılmalı idi. Bu səhər şəhər icra hakimiyyəti tərəfindən o kötüklər çıxarılıb və hazırda biz müşahidə edirik yeni ağacların əkilməsini. Bugün yeni ağaclar əkilərkən onların üzərinə həmin birkalar, identifikləşmə nömrələri çıxarılıb vurulacaq. Yəni biz artıq o ağacları belə deyək, izləyə biləcəyik.